Başa sal. Gökçe sal ağıllı baş. Hirslenme. Birinci Ağzına seriyede. geleni danışır, başa düşe bilmir. Birinci seriyede. Hirslenme gökçe sal ağıllı baş. Sen benim canım özüme gel. Birinci İstenme seriyede. İstenme, sen benim cevap istenme. Hadi. Birinci seriyede. Özüme gel. Hirslenme ağıllı baş. Hirslenme hayır. Vaxtilə bizim yumorumuz bu səviyyədə idi. Sözün, zarafatın, sənətin və aktyorların bir çəkisi var idi. İndi yumorumuzun hansı vəziyyətdə olduğunu göstərməyə yəqin ki, heç bir ehtiyac yoxdur. Mənzərə hər kəsə bəllidir. Amma dayanın, bu videoda məqsədimiz bizim cəmaat düzələn deyil, hər şey bərbad gündədir deyib deyinmək deyil, mənasız şikayətlər etmək, pessimist ritorika ilə vaxtınızı almaq niyyətində də deyilik. Bugün biz daha dərinə enəcəyik. Cəmiyyətin yumor səviyyəsi ilə yanaşı, əslində elə digər hər şeyin mədəni, sosial, əxlaqi və intellektual səviyyəmizin niyə bu hala düşdüyünü araşdıracağıq. Səbəbləri nədir və ən əsası bu vəziyyətdən necə çıxa bilərik? Gəlin, real faktlarla və açıq şəkildə danışaq. Elmi və psixoloji baxımdan mübahisəsiz bir həqiqət var. İnsanın nəyə güldüyü onun intellektual bazası ilə birbaşa əlaqəlidir. Sosial psixologiya bir mənalı şəkildə sübut edir ki, yumor sadəcə bir əyləncə vasitəsi deyil. Yumor insanın informasiyanın necə emal etməsinin, zəkasının iti tərəflərinin və dünya görüşünün birbaşa göstəricisidir. Yəni zəka səviyyəsi, oxunan kitabların həcmi və mənəvi dərinliyi neçə faizdirsə, gülünən zarafatın keyfiyyəti də tam olaraq o səviyyədə olur. Gəlin real mənzərəyə baxaq. Dünya görüşü kasad, daxili intellektual bazası zəif olan bir insan necə yumor tələb edir? Təbii ki, bəsit, heç bir zehni gərginliyi tələb etməyən kontentləri. Buna görə də illərdir saraylara, konsert zallarına yüz minlərlə insan toplayan şoular nə təqdim edir? Sadəcə bölgələrimizin ləhcələrini lağa qoymaq, qadın paltarı geyinib rəqs etmək və uşaq səviyyəsində primitiv hərəkətlər etmək. Ortada nə bir ironiya var, nə fəlsəfi bir alt qat, nə də insanı düşünməyə vadar edən bir zəka qığılcımı. İnsanlar bu aktyorları izləyir, onlara saatlarla gülür. Çünki beynin bundan daha mürəkkəb bir mənanı həzm etmək üçün təcrübəsi və bazası yoxdur. Psixologiyada buna ən az müqavimət yolu deyilir. Beyin çətin olanı, düşünməyi tələb edəni deyil, ən bəsit olanı seçir. Bəs bu niyə belədir? Cavab çox sadədir. İnsanlarımızın böyük əksəriyyəti elə o səhnədəki aktyorlar da daxil olmaqla kitabı sonuncu dəfə ya məktəbdə, ya da universitetdə oxuyub. Düşünürlər ki, diplom aldılarsa hər şey bitdi. Amma gəlin özümüzü aldatmayaq. Məktəbdə və ya universitetdə oxunan dərsliklər sadəcə imtahan qiyməti almaq, test əzbərləmək üçün materialdır. Yüksək bal toplamaq və ya al qırmızı diplomla təhsil bitirmək hələ insanın intellektual, mədəni və mənəvi baxımdan dərin olması demək deyil. İntellektual baza dedikdə biz bədii, fəlsəfi, klassik ədəbiyyatı, elmi və psixoloji əsərləri nəzərdə tuturuq. Məhz bu cür mütaliə insanın beynində yeni neyron əlaqələri yaradır. Analitik düşüncəni formalaşdırır və onu ucuz şouların oyuncağı olmaqdan xilas edir. Neçə dəfə çöldə, parkda, avtobusda əlində kitab oxuyan bir adam görmüsüz. Çox nadir hallarda elə deyilmi? Bax, tam olaraq bu səbəbdən daxili boşluq yaranır və o daxili boşluq nəticədə özünü səhnədəki bəsit ləhcə zarafatlarına gülən kütləyə çevirir. Gəlin açıq danışaq, bizdə diplom sahibi olmaqla həqiqi intellektual olmaq arasında dağlar qədər fərq var. Məktəbdə və ya universitetdə oxunan kitablar sadəcə qiymət almaq, imtahan verib yüksək bal toplamaq üçün mexaniki şəkildə əzbərlənən materiallardır. Təhsil sistemi bizə düşünməyi, sorğulamağı və analitik mühakimə yürütməyi öyrətmir. Sadəcə məlumatı yadda saxlayıb kağıza köçürməyi tələb edir. Nəticədə nə olur? İnsanlar universiteti bitirib bir səliqəli ofis işinə və ya dövlət qulluğuna düzələn kimi özlərini həyatın zirvəsinə çatmış hesab edirlər. Düşünürlər ki, diplom var, iş var, deməli inkişaf bitdi. Halbuki intellektual baza diplomla yox, insanın ömür boyu oxuduğu bədii, fəlsəfi, klassik ədəbiyyat, elmi və psixoloji kitablarla formalaşır.
Bu mütaliə bazası olmayanda nə baş verir? Mənzərəni görmək üçün küçələrə, kafelərə və ictimai nəqliyyata baxmaq kifayətdir. Avropanın istənilən şəhərində bir kafeyə daxil olsanız, insanların ora sırf müəyyən bir layihəni müzakirə etmək, bir dostu ilə mahiyyəti olan mövzuda söhbətləşmək, kitab oxumaq və ya sadəcə tək başına düşünmək üçün gəldiyini görərsiniz. İndi isə bizim kafelərə diqqət edin. Saatlarla davam edən, heç bir mənası, nəticəsi və keyfiyyəti olmayan boş söhbətlər, xüsusilə gənc qızların və gəncliyini yaşaya bilməmiş qadınların saatlarla müxtəlif pozalarda sosial şəbəkələr üçün yüzlərlə şəkil çəkdirməsi, yaxud metroya düşün, insanların simasında gərginliyə, yorğunluğa və donuq baxışlara diqqət edin. Hər kəs ya bir-birini gərgin şəkildə süzür, ya da telefonun ekranına qapanıb anlamsız türk seriallarına baxır, ya da balaca uşaq oyunları oynayır. Dost məclislərindəki, iş yerlərindəki söhbətlərin mahiyyətinə baxın. Hamı hər şeyi bilir, hamı sosial-siyasi məsələlər haqqında dırnaq içərisində ağıllı fikirlər bildirir. Bəli, insanın özünü ağıllı hesab etməsi təbiidir. Bu psixoloji olaraq insan egosunun bir hissəsidir. Amma problem bundadır ki, o egonun arxasında daxili, intellektual bir baza durmur. Kitab oxumamaqdan yaranan mənəvi boşluq dərinləşdikcə insan o boşluğu başqa şeylərlə doldurmağa çalışır və şəhərin sosial mənzərəsi də məhz bu psixoloji natamamlığın aynasına çevrilir. Bəs daxili baza, intellektual mütaliə və mənəvi dərinlik olmayanda o insan egosu nəyə çevrilir? Psixologiyada məşhur bir qayda var. İnsanın daxilində nə qədər böyük bir boşluq varsa, o xaricini bir o qədər bəzəməyə meyilli olur. İntellektual cəhətdən içi boş olan insan öz egosunu, özünü təsdiq ehtiyacını bəsit sosial şəbəkə şəkilləri ilə, brend geyimlərlə və ticarət mərkəzlərində saatlarla məqsədsiz, məramsız gəzməklə doyurmağa çalışır. Düşünür ki, əynindəki bahalı paltar, qolundakı saat və ya baxımlı xarici görünüşü onu cəmiyyətin gözündə dəyərli və ağıllı edəcək. Lakin bu böyük bir illüziyadır. Çünki kosmetik dəyişikliklər, dəbli geyim keçim, tatu və ya möhtəşəm estetik görünüş insanın daxilindəki o mənəvi və intellektual yoxsulluğu heç vaxt doldura bilməz. Daxili boşluğu maddiyatla örtbasır etmək, dağılmaqda olan bir binanın fasadını rəngləməyə bənzəyir. Xaricdən gözəl görünə bilər, amma ilk zərbədə çökməyə məhkumdur. Möhtəşəm geyim keçimdə olan, hətta təbii olaraq belə çox qəşəng görünən, amma bir anda ağzını açıb danışanda nə qədər mütaliəsiz, dünya görüşü dar olan adamlarla yəqin ki rastlaşmısınız. İnkişaf etmiş cəmiyyətlərdə insanlara diqqət edin. Niyə oradakı insanlar daha az bəzəkli, estetik əməliyyatlardan uzaq, sadə, amma üzlərində son dərəcə rahat və səmimi bir ifadə ilə gəzirlər? Elə bilirsiniz bunun tək səbəbi maddi rifahdır? Əlbəttə ki, yox. Orada yaşlıların da, gənclərin də parkda, metroda, avtobusda, kafedə sakitcə kitab oxuduğunu, parklarda idman etdiyini görmək sıradan bir gündəlik vərdişdir. İnsanın daxili dünyası, zəkası və mənəviyyatı dolu olduqda, onun xarici görünüşlə özünü kiməsə sübut etməyə, süni komplekslərə qapanmağa ehtiyacı qalmır. Daxili rahatlıq məhz bu intellektual doyumluqdan yaranır. Bizdə isə diqqət yetirin. Bütün diqqət və enerjimiz xarici görünüşə, kosmetik və maddi göstəricilərə yönəlib. Biz özümüzü inkişaf etdirmək əvəzinə, özümüzü inkişaf etmiş kimi göstərməyə çalışırıq. Halbuki xarici görünüşə yatırılan investisiya insanı müvəqqəti olaraq diqqət mərkəzinə çəkə bilər, amma əsl xoşbəxtlik və mənəvi doyum verməz. İnsanın nəyə baxdığı, telefonunda necə vaxt keçirdiyi və ya gündə heç olmasa 10 dəqiqə kitab oxuması onun həyatını necə dəyişə bilər, bundan tamamilə xəbərsizik. Biz zənn edirik ki, problemlərimizin kökündə sırf pulsuzluq və ya maddi çatışmazlıqlar dayanır. Lakin həqiqət budur ki, maddi problemlərin həlli belə daxilən boş olan bir cəmiyyəti heç bir halda xoşbəxt edə bilməz. Çünki bütün problemlərin həqiqi həlli cəmiyyəti təşkil edən fərdlərin daxili, mənəvi və intellektual olaraq özünü inkişaf etdirməyindən keçir. Məşhur insan psixologiyası və beyin vərdişləri üzrə tədqiqatçı Joe Dispenza belə deyir: İnsan hər gün eyni şeyləri düşünürsə, eyni seçimləri edir, eyni vərdişləri təkrar edirsə, eyni həyatı yaşamağa məhkum olur. Sizin hər gün telefonda baxdığınız o aşağı səviyyəli videolar, izlədiyiniz mənasız şoular beyninizdə sabit neyron zəncirləri yaradır. Beyin asan olana, bəsit olana öyrəşir və tənbəlləşir. Amma Dispenzanın böyük bir müjdəsi var.
neyroplastiklik, yəni beyninizi istənilən yaşda yenidən proqramlaşdıra bilərsiniz və bunun üçün həyatınızı birdən-birə alt-üst etməyə ehtiyac yoxdur. Hər şey gün ərzində edəcəyiniz çox xırda mikro vərdişlərlə başlayır. Gəlin real və tətbiq olunası tövsiyələrə baxaq. Birincisi, səhər rutininizi dəyişin. Səhər duran kimi əlinizi telefona atıb sosial şəbəkələrin, manşetlərin tullantı informasiyası ilə beyninizi zəhərləməyin. İlk 10-15 dəqiqəni tamamilə sakitliyə, gününüzü planlaşdırmağa və ya bir neçə səhifə mütaliəyə ayırın. İkincisi, avtopilotdan çıxın. Hər gün eyni lazımsız videolara baxmaq əvəzinə beyninizə fərqli qida verin. Məsələn, yolda gedərkən və ya dincələrkən bəsit bir serial əvəzinə fəlsəfi, tarixi və ya psixoloji bir podkast dinləyin. Üçüncüsü, 10 dəqiqə qaydasını tətbiq edin. Gündə sadəcə 10 dəqiqə dərin bir kitab oxumaq ili 3600 dəqiqəlik mütaliə deməkdir. Bu xırda addım beyninizdə tamamilə yeni neyron əlaqələri yaradacaq. Dördüncüsü, daxili reaksiyalarınızı idarə edin. Küçədə, metroda və ya işdə başqalarının gərginliyinə, mənasız mübahisələrinə dərhal reaksiya verməyin. Dispenzanın dediyi kimi, mühitinizin sizin hisslərinizi idarə etməyinə icazə verməyin. Hər gün etdiyiniz bu kiçik seçim dəyişikliyi zamanla sizin psixologiyanızı, nitqinizi, baxış bucağınızı və ən əsası həyat keyfiyyətinizi kökündən dəyişəcək. Cəmiyyəti dəyişməyin tək yolu fərd olaraq bu xırda vərdişlərimizi düzəltməkdən keçir. Kitab oxumamağın və intellektual boşluğun ən acınacaqlı, ən təhlükəli nəticəsi özünü harda göstərir bilirsinizmi? Bizim danışıq dilimizdə. Bugün Azərbaycan dilində kitab oxumamağın bədəlini ağır ödəyirik. Nə blogerlərimizin, nə səhnəyə çıxıb yumor təqdim edən aktyorlarımızın, nə də küçədəki adi insanların düzgün danışıq dili və zəngin söz bazası qalıb. Bütün nitq bəsit, qısaldılmış və sintaktik olaraq şikəst edilmiş cümlələrdən ibarətdir. Vəziyyət o həddə çatıb ki, bu gedişlə Azərbaycan dilinin yaxın gələcəkdə canlı funksiyasını itirib, ölü dillərdən birinə çevrilmə ehtimalı çox yüksəkdir. Əvvəllər nitqimizdə rus dilindən gəlmə sözləri yerli yersiz istifadə edib dilimizi zibilləyirdiksə, indi başqa bir dalğanın altındayıq. Günümüzü keçirdiyimiz bəsit türk seriallarının təsiri ilə insanlar öz zəngin sözlərimizi unutqanlığa gömüb, bəsit türk sözlərini və ifadə qəliblərini olduğu kimi dilimizə daşıyırlar. Bəli, qardaş ölkənin dilini bilmək gözəldir, amma öz ana dilinin ifadə imkanlarını bilməyib, başqa dilin bəsit küçə slenginə sığınmaq intellektual kasıblığın bariz nümunəsidir. Çünki insan oxumayanda düşünə bilmir, düşünə bilməyəndə isə fikrini ifadə etməyə söz tapmır. Əlinə bir kitab alıb oxumayan adamın söz ehtiyatı maksimum 200-300 gündəlik məişət sözü ilə məhdudlaşır. O insan nə dərin bir hissini izah edə bilir, nə analitik bir fikri çatdıra bilir, nə də səlis bir cümlə qura bilir. Biz dilimizi sadəcə qrammatika kitablarında yox, gündəlik həyatımızda, şəxsi mütaliəmizdə yaşatmalıyıq. Söz bazası zəngin olmayan bir cəmiyyətin nə böyük ədəbiyyatı ola bilər, nə dərin fəlsəfəsi, nə də zəkalı yumoru. Dilini itirən cəmiyyət təfəkkürünü və kimliyini də itirməyə məhkumdur. Bəli, ehtimal ki, daxilinizdə bu sual yaranır. Əşi, güya gündə cəmi 10 dəqiqə kitab oxudum. Elə hər şey düzələcək? Bəli, tam olaraq düzələcək. Çünki 10 dəqiqə sadəcə bir zaman kəsiyi deyil, o zəncirvari bir reaksiyanın başlanğıc nöqtəsidir. Siz gündə 10 dəqiqə oxumağa başlayanda proses addım-addım belə inkişaf edir. 1. Düşüncə dəyişir. İlk növbədə beyninizə fərqli informativ toxumlar səpilir. Hadisələrə sadəcə üstü örtülü yox, onların arxasındakı səbəbləri görərək yanaşmağa başlayırsınız. Hissiyatınız və baxış bucağınız yenilənir. 2. Nitq və vərdişlər dəyişir. Zamanla danışdığınız dildə, seçdiyiniz sözlərdə və gündəlik vərdişlərinizdə nə qədər gözəl bir fərqin yarandığının şahidi olacaqsınız. Danışığınız, tələffüsünüz təmizlənir, fikrinizi daha səlis ifadə edirsiniz. 3. Ətrafınız təmizlənir. Düşüncəniz dərinləşdikcə artıq kitab oxumayan, sadəcə məişət səviyyəsində boş söhbətlər edən adamlardan təbii şəkildə uzaqlaşacaqsınız. Ətrafınızda intellektual, mənalı söhbət edə biləcəyiniz insanları axtaracaq və onları cəlb edəcəksiniz. 4. Xarakteriniz formalaşır. Daxili boşluğunuz dolduqca xarici görünüşlə özünü təsdiq etmək həvəsiniz itəcək. Şəxsiyyətiniz, özünüzə olan inamınız və mənəvi duruşunuz güclənəcək. İndi təsəvvür edin, cəmiyyətdə bu hal kütləviləşərsə, ətrafımızda düşünə bilən nə qədər insan olar?
Bu zəncirvari reaksiya təkcə sizin həyatınızı yox, addım-addım bütün cəmiyyəti inkişafa aparan əsas mühərrikdir. Bəli, gündə sadəcə 10 dəqiqə kitab oxumağınız belə bir möcüzə yaratmağa qadirdir. Biz sosial varlığıq, xoşbəxtlik duyğusunu tam təcrid olunmuş, fərdi formada yaşamaq qeyri-mümkündür. Siz, mən heç kimə qarışmıram desəniz belə, ətraf mühitdən qaça bilməzsiniz. Təsəvvür edin, heç kimlə ünsiyyətdə olmasanız da, səhər işə gedəndə avtobusda və ya tıxacda gördüyünüz insanların üzündəki o gərginlik sizə sirayət edir. Kafelərdə, iş yerlərində mənasız problemlər üzərindən aparılan saatlarla boş söhbətlər istər-istəməz sizi də öz içinə çəkir. Mahiyyəti olmayan o xırda problemlər, negativ mühit günün sonunda sizi də həmin enerjinin, həmin kütlənin bir hissəsinə çevirir. Bəs kütlə oxumayanda, intellektual baza çökəndə nə baş verir? Həmin cəmiyyətin ziyalı və lider təbəqəsi kimlərdən ibarət olur? Bu mənzərə çox ağrılıdır. Oxumayan kütlənin ziyalıları zamanla qalstuk taxmış mollalara çevrilir. Rol modelləri müasir estetik və kosmetik baxımdan qüsursuz, amma daxili dünyası tamamilə boş olan blogerlər olur. Ekspertləri iqtisadçı və ya hüquqşünas diplomu olmasına baxmayaraq, mənəvi dəyərləri aşağı olan, ancaq məişət səviyyəsində qadınlara söz ataraq, qeybət edərək özünü cəmiyyətə ağıllı kimi sırmağa çalışan dırnaqarası mütəxəssislərə çevrilir. Yazıçıları isə cəmiyyəti düşündürmək, yol göstərmək əvəzinə xalqı aşağılamaqdan, onu təhqir etməkdən başqa heç bir iş görməyən adamlardan ibarət olur. Bütün bunlar savadsızlığın, kitab oxumamağın və mənəvi boşluğun cəmiyyətə bəxş etdiyi süni elitadır. Kütlənin səviyyəsi nədirsə, onun qəhrəmanları da onlar olur. Ona görə də ətrafdan və cəmiyyətdən şikayət etməzdən əvvəl bir anlıq dayanın və özünüzü düzəldin. Başqalarını günahlandırmaq ən asan yoldur. Fərd olaraq sizin inkişafınız sizin öz əlinizdədir. Sistemi dəyişmək istəyirsinizsə, işə daxili dünyanızı və zəkanızı inkişaf etdirməkdən başlamalısınız. Baxın, fərd olaraq sizin nə etdiyiniz bu qədər vacibdir. Nəyə güldüyünüz, vaxtınızı hansı videolara xərclədiyiniz, kimləri izlədiyiniz və hansı hadisələrə hansı səviyyədə reaksiya verdiyiniz sizin şəxsi keyfiyyətinizi müəyyən edir. Əgər siz həmin düşük, bəsit və keyfiyyətsiz kontentlərdən imtina edib daha öyrədici, maarifləndirici məzmunlara üz tutsanız və gündə sadəcə 10 dəqiqənizi kitaba ayırsanız, çox böyük bir möcüzənin şahidi olacaqsınız. Həyatınızın, zehninizin və ətrafınızın zəhərli informativ tullantılardan necə təmizləndiyini öz gözlərinizlə görəcəksiniz. İndi isə gəlin videonun başlığındakı o əsas fikrə qayıdaq. Nəyə güldüyünüz sizin zəkanızı, necə güldüyünüz tərbiyənizi göstərir və bunun arxasındakı tək təməl dayaq sizin intellektual bazanızdır. Həyat sonsuz deyil, amma ondan dərindən zövq almaq üçün sizə bəxş edilmiş möhtəşəm bir nemət var, beyniniz. Onu bəsit bəzək-düzəklə, kosmetik görüntülərlə və boş maddiyyatla aldatmayın. Kosmetik parlaqlıq sizi heç vaxt daxilən xoşbəxt etməyəcək. Beyninizi dərin, zəngin və dəyərli məlumatlarla qidalandırın. Çünki bədənini bahalı geyimlərlə bəzəyən insan yalnız xarici görünüşünü, beynini kitabla qidalandıran insan isə bütün dünyasını dəyişir. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.